İndi təqdim edəcəyimiz süjetimiz isə heç də ürəkaçan deyil. Sumqayıt şəhərinin ən böyük istirahət parkında tikinti məqsədi ilə sağlam ağacların kəsilməsi ilə bağlı görüntülər və iddialar yayıldı. Şəhər sakinləri həmin görüntüləri qaynar xəttimizə də göndərərək şəhərin ağciyərlərinə və Sumqayıtın ekologiyasına qəlim kəsilənlərlə bağlı aidiyyatı qurumların tədbir görəcəyini ümid edirlər. Qardaş, o kəsilirsə də günü kəsilirsə, mən onu hardan görürüm? Saat 6-da bizim iş başlayır, səhər saat 6-ya kimi. Biraz insafları olsun, təbiəti qorusunlar. Gözəlliyi məhv eləmək olarmı? Bax, mən indi çıxmışam yürüyüşə, gəzmək üçün də. Bu gözəlliyin içində, bu təmiz havada gəzmək üçün. Bunu məhv eləmələri çox pis. Ərazidə kütləvi ağac kəsiminin həyata keçirildiyi iddia edilir. Görüntülər Sumqayıt şəhəri Nəsmi adına Mədəniyyət Parkındandır. İcazə ilə kəsilib ağaclar. Yəqin ki. Hətta kütləvi ağac kəsimi həyata keçirildiyi iddia olunan bu parkın bir vaxtlar Sumqayıt şəhərinin ağciyəri hesab olunub. Şəhər sakinlərinin iddiasına görə parkın bu hissəsi əvvəl sıx ağaclarla örtülü olsa da, sonradan parkın tən ortasında ağacların yerini qazılmış böyük çalalar əvəz edib. Vaxtilə sıx meşəlikdən ibarət olan Nəsmi adına Mədəniyyət Parkının bu hissəsi indi daş qayaları və boş torpaq sahəsindən ibarətdir. Bu boş ərazini vaxtında necə görmüşdünüz? Ərazinin ağacdır, yaşıl. İndi hanı o ağaclar? Məhv eləyiblər, tikiblər yerində. Gözəlliyi məhv etmək çox pis. Yəni onu kəsib yerində bir binət imənin bir mənası yox. Olar, ən azından olacaq bir 30 dənə, 40 dənə. Bəs həqiqətən də parkda sağlam ağaclar bina tikilməsi üçün sıradan çıxarılıb, yayılan görüntülər və sakinlərin iddialarını dəqiqləşdirmək üçün ərazidə yaşayış kompleksinin tikintisini həyata keçirən Şəhər MTK-nın rəhbəri İsfəndiyar Axundovla əlaqə saxladıq. Vallahi mən burada yox idim. Döyün gəlmişəm. Sırasaydım. Hadi işte mən xəbərim yox. Mənə məlumat verməyiblər. Verim. Mən indi gəlmişəm. Maşından indi düşmüşəm. 5 dəqiqə gəldi. İndi səhər maraqlanıb deyərəm. İsfəndiyar Axundov rəhbərlik etdiyi tikinti şirkətinin həmin ərazidə nəinki ağacları kəsməsindən, hətta Şəhər MTK-nın Sumqayıt şəhərində hansı layihəni həyata keçirməsindən belə xəbərsiz olduğunu dedi. Yəni oradan tikilməsindən də xəbəriniz yoxdur? Çoxdan getmişdim, yəni təzə gəlmişdim. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, həmin ünvanda kütləvi ağac kəsilməsi ilə bağlı yayılan görüntülər və iddialar Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən də araşdırılacaq. Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə qeyd olunan ərazidə hazırda tikinti işləri müvəqqəti dayandırılıb. Parkda ağacların kütləvi kəsilməsi ilə bağlı İcra Hakimiyyətinə hər hansısa məlumatın daxil olmadığı da bildirildi. Rəşad Vəkiloğlu, Hikmət Quliyev, Space xəbər.